Salam müəllimlər. Bu gün yenə də sizlərə daha fərqli və məntiqli bir sual tipini izah edəcəm. Və məsləhət bilirəm ki, videonu burada saxlayın, suala baxın, onunla tanış olun, özlüyünüzdə bir variant seçin, daha sonra cavabı öyrənmək üçün videonun davamını izləyin. Deməli, sualımızın şərti çox qısadır. Sadəcə olaraq deyir ki, bizə hansı fərqlidir? Yəni, burada 5 metal növü verilib. Və həmin 5 metal növündən deyir, hansı fərqlidir? Biz bunun hansı məntiqə uyumlu olduğunu ilk öncə həmin metallar haqqında məlumatlı olduqdan sonra bilməliyik. Biz 7-ci sinifdə metallar bölməsi, metallar mövzusu keçmişik. Həmin metallar mövzusunda orada fərqli metallar var idi. Ən geniş yayılmış qara metal var idi, ən çox yayılmış əlvan metallar, ən çox geniş yayılmış əlvan metal ərintiləri var idi. İlk baxışda biz bu sualda baxırıq ki, burada verilən metallar qalaydı, misdir, alüminiumdur, qurğuşundur, sinkdir. Bu metallar hamısı əlvan metallardır. Yaxşı, bunların arasında qara metal yoxdur. Bəs biz hansı məntiqə əsasən burada fərqli olanı tapaq? Deməli, müəllimlər, biz ən geniş yayılmış əlvan metal ərintilərini öyrənmişdik. Əlvan metal ərintilərindən ən geniş yayılanları latun, bürünc və düralüminiumdur. Onların tərkibinə əsasən biz burada məntiqi tapırıq ki, hansı metal fərqlidir və ona aid deyil. Baxın, müəllimlər, həmin əlvan metal ərintilərindən biz latunu bilirik ki, mis və sinkin qarışığından ərintisindən əmələ gəlir. Bürünc isə mis, qurğuşun, alüminium, baxın, mis, qurğuşun, alüminium və qalayın ərintisindən əmələ gəlir. Düralüminium isə alüminium, mis, maqnezium və sink metallarının birləşməsindən, əritisindən əmələ gəlir. Yəni, bu sualımızda biz nəyi tapmalıydıq, müəllimlər? Bürüncün tərkibin. Bürüncün tərkibini biz bilirik ki, 4 metaldan ibarətdir. Mis, qurğuşun, qalay və alüminium. Bunlar 4-ü də bürüncün tərkibidir. Amma 5-ci metal isə düralüminiumun tərkibinə aiddir. Və bu sualımızda biz fərqli olan cavab kimi 5-i seçəcəyik.